Azərbaycan vətəndaşları, məktəblilər, bütün belə deyək ki, insanlar demək rəqəmsal texnologiyalardan geniş istifadə edirlər. Mobil telefonlar artıq telefonluğundan demək çıxmayıb, amma telefon kimi eyni zamanda elə kompüterdir. Və mobil telefonlar həm də iş yeridir, mobil telefonlar həm də təhsil almaq vasitəsidir, mobil telefon dünya ilə sosiallaşmaq vasitəsidir. Yəni, mobil telefon bir dənə balaca bir qurğunu özümüzlə gəzdiririk. Tək sadəcə olaraq kiminsə kimlə, qohum əqrabası ilə münasibət qurmaq yox, eyni zamanda bu artıq iş yerinə çevrilir. Ona görə də bütün bu reallıqları mən qeyd etməkdə məqsədim ondan ibarətdir ki, doğrudan da dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da rəqəmsal reallıqlar artıq göz qabağındadır. Ölkədə bütün dövlət xidmətləri, yəni elektron xidmətlər, elektron hökumət xidmətləri, təhsildə və digər elmdə və digər sferalarda artıq rəqəmsal texnologiyalara çox geniş tətbiq olunur. Belə baxanda görürük ki, artıq o real məkanda olan cəmiyyət eyni zamanda da rəqəmsal platformaya inikas olunur. Yəni, cibimizdə Azərbaycan dövlətinin vətəndaşı pasportunu gəzdirməklə yanaşı eyni zamanda biz internet dünyanın özünün sakininə çevrilmişik biz.